Mosfilm, Bukureşt Raluxfilm, Sovet-Rumun-Fransız müşterek istehsalı. İkinci Yaradıcılıq Birliği. Ana. Ssenari müəllifləri Yuri Entin və Vasilika Istrata. Xalq nağıllarının motivləri əsasında. Rollarda Lyudmila Gurchenko, Mikhail Boyarski, Oleg Popov, Saveliy Kramorov, Valentin Manokhin, Georgi Mikhaitsa, Florian Pitish, Vera Ivleva, Evgeniy Gerchakov, Natalya Krachkovskaya, Marina Polyak, Violet Andrey, Paula Radulescu, Vasile Metsel, Liliana Petrescu ve başkaları. Quruluşçu rəssam David Vinitski. Quruluşçu operatorlar Konstantin Pedrichenko, Ion Mariniscu. Quruluşçu rejissor Elizabetta Boston. Kəndimiz gözəldir bizim. Hər kola belədəm mən. Maşa xala hörmətlidir. Hər evə qonağam mən. Qonşular çox mehriban. Qoyun, qaranquş, dələ, dovşanla ayı ilə gəlin verək əl-ələ. Bütün günü evi için, ailesi için çalışır. Bak yine dolu zembille eve doğru kaçışır. Keçiyle çoktan tanışam. Sadece bir anadır. O hamıya kömək etmeye her zaman can atır. Daim kiminse qeydinə qalır. Daim burnu xur. Sen sus sana ay koyun. Necəsən? Hardaydın? Hardaydım? Dəymiş gilə meyvələr yığırdım. İndisə tələsirəm, çəpişlərdən nigaranam. Dayanın Maşa xala. Sizin için fındıq yığım. Yox, tələsirəm. Canavarın gəldiyini bilirəm. Boz əmi peyda olub. Onun niyyəti bəlli olub. Canavara inanmaq olmaz. Ay, kollar nedense tərpənir.
Tez olun balalarım, gizlənin. Yox, yox, yalan demirəm. Yalan demirəm. Canavarın gəlişi heç də xeyrə deyil. Ay, qorxuram, qorxuram. Bu ki əsl möcüzədir. Bütün günü zəhmət çəkir. Amma heç qocalmayıb. Görün necə qamətlidir. Necəsən Maşa xala? Yaxşıyam, həmişəki kimi. Onun balalarını tanıyırsan? Çox dəcəllilər yaman. Tələsirəm, tələsirəm. Çəpişlərdən nigaranam. Kəndimiz gözəldir bizim. Hər kola bələdəm mən. Maşa xala hörmətlidir. Hər evə qonağam mən. Biz öz qəhrəmanımız haqda yeni hekayə danışacağıq. Köhnə nağıllarda onun haqda deyilənləri təkrarlayacağıq. Təkrarlayacağıq, təkrarlayacağıq. Anam meşəyə gedib. Evdə tək qalmışıq biz. Həyat çox şəndir. Oxuyub oynayacağıq biz. Dama çıxacağıq. Yüksəkliyə qalxacağıq. Yüksəkliyə qalxacağıq. Daha yüksəkliyə. Hamıdan yüksəyə uçub səmaya çatmaq istəyirəm. Amma onu da deyim ki, birazdan anam qayıdacaq. Bizə görə narahat olma. Yıxılırlar, 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 yıxılırlar. Sizi də dəvət eləyirik. Biz nədənsə qorxuruq. Birinci dəfə qorxulu olur. Mən yellənməyə cəsarət eləyəcəm. Nə olursa olsun. Baxaq. Afərin, 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 afərin. Ətraf çox gözəldir. Yerlənçək çox gözəldir. Sabah yenə gələcəyik. Bizi də oyuna qatın. Xoşluqla xahiş eləyirik. Tez olun, gedin buradan. Tez olun, yox olun buradan. Biz bura gəlmişik ki, sizə təzə oyunlar öyrədək. Siz olan yerdə fəlakət baş verir. Yox olun, yoxsa döyülərsiz. Heç vaxt getmərik. Tez olun, gedin buradan. Nədən qorxursan ay Səfi? Biz heç kimdən qorxmuruq. Qorxmuruq. Al payını, al payını, al payını. Burada nə baş verir? Onların payını verdim. Axı xahiş eləmişdim bunlara baş qoşmayasız. Ana, anacan. Uşaqlar özlərini necə aparıb? Hamının yerinə sən cavab ver. Narahat olma. Hər şey qaydasındadır. Onlar fındık götürüb. Mən isə dəymişgilə meyvə istəyirəm. Mən qorxulu yuxu gördüm. Komamızı yığışdırdım, süpürdüm. Bəs qoqa hanı? O ağlayır. Sənə nə olub balaca? Burada axırıncı həmişə mənəm.
Mənim əzizlərim. Bir baxın, siz bir baxın. Bizim xilaskarımız gəlir. O çəpişlərdən də, onların anasından da. Bizim göz yaşlarımızın qisasını alacaq. Bütün dövrlərdə belə olub. Canavar əmi ilə zarafat xeyir verməz. Onun sərt baxışları var. Çəpişləri cəza gözləyir. Au, ava. Tufan gəlir. Au, ava. Keçinin halı yaman olacaq. Au, ava. Tufan gəlir. Au, ava. Keçinin halı yaman olacaq. Uşaqlar üçün 100 cür nağıl uydurublar. Onlar uydurmağa nə var? Aləmə şaya yayıblar ki, canavarlar yaramazdı. Ətrafda nə baş verirsə, hər şeydə günahkar bizik. Canavarları düşmən hesab eləyirlər. Məyər biz yaramazlara bənziyirik? Boz canavarlar körpə tək məsumdur. Boz canavarlar kiminsə tərəfindən haqsızcasına şərlənib, əgər günlərin birində tövlədən bir qoyun qaçsa, hamı bunda canavarları günahlandırır. Haqsız ittihamlar adımızı bədnam eləyir. Axı kim deyib ki, canavarlar quldurdu? Axı kim deyib ki, canavarlar quldurdu? Boz canavarlar körpə tək məsumdur. Boz canavarlar kiminsə tərəfindən haqsızcasına şərlənib. Amma boynumuza oturmağa imkan vermərik, yox. Yaramaz canavarlar öz haqlarını qorumağı bacarır. Dünyada bizdən daha ağıllı kimsənin olmadığı məncə sir deyil. İftiraçılara belə cavab verəcəm. Boz canavarlar körpə tək məsumdur. Boz canavarlar kiminsə tərəfindən haqsızcasına şərlənib. Uşaqlar üçün 100 cür nağıl uydururlar. Onlar uydurmağa nə var? Aləmə şaya yayıblar ki, canavarlar yaramazdı. Ətrafda nə baş verirsə, hər şeydə günahkar bizik. Canavarlar nədənsə düşməndir. Biz heç yaramaza bənziyirik. Bax belə. Bəsdir. Susun. Yadınızda saxlayın. Mən qorxaq deyiləm. Mən hər kəslə mehribanam. Mənasız mübahisələri xoşlamıram. Qonşularla sözləşmək rüsvayçılıqdır məncə. Çəpişlərimi sevmirsən, səbəbini demirsən. Onlara sən toxunsan, doğulduğuna peşman olarsan. Pələngilərlə canavarlar tək iti dişlərim yoxdur. Amma düşməndən qorunmaq üçün dırnaqlarımla buynuzlarım var. Bax belə. Mən Boz ləqəbli qonşuyam. Mən qonşu Maşa xalayam. Səsküy əsəblərimə təsir eləyir. Evimin ağası özüməm. Hey qonşu, hey qonşu. Tezliklə dava düşəcək. Evinizdən səsküy olmur. Səsküyümüz darvazanın o özünə gedib çatmır. Bu cür qonşuluqda yaşamaq çətindir. Nə gecəm var, nə gündüzüm. Sümbül qıran kimi ayılmadan yatırsan. O qədər də yox. O qədər də yox. Mənə itaət etməyə məcbur eləyərəm. Sözüm hər kəsə qanundur. Pəncərələrini möhkəm bağlan Maşa xala. Səni yerində oturdaram. Mənə hədə qorxu gəlməyinə bax. Birbaşa deyəcəm, rədd ol. Boz canavarlar məsumdur. Bəli, körpədək. Boz canavarlar. Sən sümbül qıransan. Sümbül qıran. Sümbül qıran.
Keçinin halı yaman olacaq. Tufan yaxınlaşır. Tufan. Tufan. Hə, qardaş oğlu, otur görüm. Sən də yaxın otur, uzun qulaq. Qulaq as, ağıllı, vaşaq. Çox incə bir plan düşünmüşəm. Sən bu tərəfdən keçirsən. Hansı tərəfdən? Sən puskuda durursan. Böyürdən, qarşıdan, arxadan, iz qoymadan keçərik. Əla plandır. Amma gərək səs-küy salmayaq. Çəpişlər tələyə düşəcək. Onların axırına çıxacağıq. Mən dediyim olacaq. Canavar dediyi kimi olacaq. Bizsə qorxmuruq. Bizsə qorxmuruq. Əvvəllər biz üçümüz səssiz, səmirsiz meşədə dolaşırdıq. Amma tale qarşımıza boz canavarı çıxartdı. İndi biz əbədi olaraq birlikdəyik. İlk addım atıldı. Biz ötürülmüş vaxtın yerini dolduracağıq. Siz daha tək deyilsiz. Siz canavar sürüsüsüz. İlk addım atıldı. Biz ötürülmüş vaxtın yerini dolduracağıq. Biz daha tək deyilik. Biz canavar sürüsüyük. Qoy bizdən hər kəs qorxsun. Qaranquş görəndə ona yaxınlaşıram mən. Şair uzun qulağam. Sevgidən əriyirəm mən. Qaranquşun ardınca buludlara yüksəlirəm. Şair uzun qulağam. Sevgidən əriyirəm, əriyirəm, əriyirəm. Qaranquşun ardınca buludlara yüksəlirəm. Axı hardasan qaranquşum mənim? Nəzərə alın ki, mən çox fərasətli oğlanam. İstənilən şəraitdə özümə yem tapıram. Boz əmimə oxşamaq istəyirəm mən. Bütün çəpişlərin payını verəcəyəm mən. Onlara buynuz vurmağı tərgidəcəyəm mən. Canavarlardan qorxmayan tapılmaz. İti dişlərimizin tayı bərabəri olmaz. Buna şübhə edənin də heç bəxti gətirməz. Qoy bizdən qorxsunlar. Qoy bizdən qorxsunlar. Anacan, başa düşmürəm. Bu iyrənc canavar bizdən nə istəyir? O özündə olmayan bir şey istəyir. Deməli, o bizi oğurlamaq istəyir? Yox, bilirsən. Onun heç vaxt uşaqları olmayıb. Məyər uşaqsız olmaq pisdir? Çox bilsən tez qocalarsan.
Qayğı dolu gün yenidən güc toplamaq üçün yerini gecəyə verir. Günorta yeli dincəlmək üçün yumaq kimi bükülüb yatır. Hər tərəf sükut içindədir. Sabah yeni gün gələcək. Dan yeri qızaracaq. Səhər açılacaq. Hələliksə yat, tez yuxuya get. Balaca balam, gecə səssizliyini evdən qovma. Ay işığı, gecə lampası tək bərq vurur. Mahnı səngiyir, evə mürgü daxil olur. Günorta yeli dincəlmək üçün yumaq kimi bükülüb yatır. Hər tərəf sükut içindədir. Lay lay, gecəniz xeyrə qalsın. 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 Tutuquşu! 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 Tutuquşu gəldi! Tutuquşu! Yaşasın tutuquşu. Yaşasın tutuquşu! Yaşasın tutuquşu! Tutuquşu gəlib! Tutuquşu gəlib. Hurra! Hurra tutuquşu. Tutuquşu axmaq deyil. İnanın ki, bu belə deyil. Yaraşıqlı oğlanam. Hamıdan parlağam. Mənim başım doludur. Qızıl fikirlərlə boldur. Belə baş tapılmaz, heç kimdə olmaz. Yer kürəsini fəth eləmişəm. Özümlə sürprizlər gətirmişəm. Mənsə həmişə üzdəyəm. Dahiyəm, gərəkliyəm. Yarmarkamız qonaqlar gözləyir. Yenilikləri hər kəs istəyir. Malların sayı hesabı yoxdur. Pulunuz varsa problem yoxdur. Sizə 100 il cavan qalmağın sirrini açaram mən. Səhər açılan kimi oyna, bülbül kimi oxu. Heç vaxt əsəbləşmə, lazımlı şəxslərdən gizlənmə. Hər şeyi ağılla elə, dostluğu bizimlə elə. Hamı üçün nümunəyəm mən. Həmişə özümə fikir verirəm. Hamı deyir, geyimi gözəldir onun. Qamətimi görən mənə vurulur. Özümü tərifləməyi sevirəm. Lovğalanmağa meyilliyəm. Yarmarkamız qonaqlar gözləyir. Yenilikləri hər kəs istəyir. Malların sayı hesabı yoxdur. Pulunuz varsa problem yoxdur. Xahiş eləyirik anacan. Xahiş eləyirik ana. İcazə ver biraz da qalaq. Ana!
Yarmarkaya istəyirəm, vəssalam. İcazə ver anacan. Bura elə maraqlıdır ki. Bizi evə aparma anacan. Uşaqlar, bura gəlin görüm. Nadinclik eləməyin, qışqırmayın. Nəzərə alın ki, canavar yaxınlıqda dolaşır. Qapını yalnız bu mahnını eşidəndə açın. Din-don, mən sizin ananızam. Mən sizin ananızam. Busa mənim evimdir. Din-don, ananızı qarşılayın. Ananızı qarşılayın. Beşinizdə. Mən yarmarkada olmuşam. Qapının önündə durmuşam. Hədiyələrlə qayıtmışam. Qapını açın, qapını açın üzümə. Din-don, mən sizin ananızam. Mən sizin ananızam. Busa mənim evimdir. Din-don, ananızı qarşılayın. Ananızı qarşılayın. Beşinizdə. Mən yarmarkada olmuşam. Qapının önündə durmuşam. Hədiyələrlə qayıtmışam. Hədiyələrlə. Qapını açın üzümə. Din-don, mən sizin ananızam. Mən sizin ananızam. Bu isə mənim evimdir. Afərin. Anacan, mənə pryanik gətir. Yadınızda qaldı? Bax belə. Heç kimə qapını açmayın. Yaxşı anacan. Qapını bağlayın. Dolapda nə axtarırsan? Anamızın dediklərini unutmusan? Məni rahat bırak. Ben senden böyüyəm. Böyüklərə hörmət eləmək lazımdır. Vəssalam. Bırak məni. Ay, incitin. Al payını. Əcəb oldu sənə. Al payını. Al payını. Al, al. Bum. Mən sizin ananızam. Mən sizin ananızam. Bu isə mənim evim. Bum, 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 qarşılayın. Bum, bum, qarşılayın. Bu canavardır. Beşiniz birdən. Brum, 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 mən yarmarkada olmuşam. Örəm, param, qapının önündə dayanmışam. La, hədiyələrlə qayıtmışam. Qapını açın üzümə. Din, mənim cingiltili səsim. Sim kimi nazikdir. Yox, sən bizim anamız deyilsən. Mahnını xaric oxuyursan. Pəncərədən boylan. Anamı tanıyıram hər zaman. O hamıdan gözəldir. Hə? Git buradan. Git buradan. Git buradan. Ana, benim anam hardadır? Anacan. Ana.
Anacan! Ana! Ana! Biz yenə də təkik. Yaman darıxırıq evdə. Gəzməyə çıxa bilmərik. Qapı bağlıdır üzümüzə. Evimiz çox darıxdırıcı olub. Darıxdırıcıdır. Nə olsun ki? Amma evdə oturmaq təhlükəsizdir. Evdən çıxsan, bəlaya düşərsən. Boz canavarın pəncəsinə keçərsən. Onun caynaqları qorxuludur. Dişləri isə itidir. Mən qorxuram, 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 qorxuram. Mən gəzmək istəyirəm. Canavardan qorxmuram. Əgər çıxsa rastıma, payını verərəm, qaçar. Sən kütbeyinsən, qardaşım. Dayan. Mitay! Qayıt Mitay! Gitmə qayıt! Mitay! Bu yarmarka məni dəli eləyib. Səs-küy üçün ürəyim gedir. Hamının üzü işıq saçır. Hər şey bərk vurub fırlanır. Sanki nağıl özü bizə qonaq buyurub. Bu yarmarka mahnı tək gözəldir. Ona heyranıq biz. O özəldir. Burada hamı şənlənir. Cavanlar da, yaşlılar da eğlənir. Ayaqlar oynayır, ürəksə oxuyur. Baxsan, ağlın çaşar. Bütün mallar qarışır. Hər yerdə, hər tərəfdə, sürprizlər aləmində. Bu yarmarka böyük bir əyləncədir. Hamımız üçün xoşbəxtlik, sevincdir. Heyf ki, daim şənlənə bilmərik. Gecədən səhərədək əylənə bilmərik. Gecədən səhərədək əylənə bilmərik. Bu yarmarka məni dəli eləyib. Səs-küy üçün ürəyim gedir. Hamının üzü işıq saçır. Hər şey bərk vurub fırlanır. Sanki nağıl özü bizə qonaq buyurub. Baxsan, ağlın çaşar. Bütün mallar qarışar. Hər yerdə, hər tərəfdə, sürprizlər aləmində. Nə məsafə, nə yağış, nə də soyuq qış bizi qorxutmur. Hər il baharın əvvəli bura uçub gəlirik. Qaranquşun nəğməsi boş yerə əvvəlki tək gənc deyil. Biz köhnə sadiq dostlara heç vaxt xəyanət eləmərik.
Oh, bu da birinci sürpriz. Əsl möcüzədir. Hə, indi özünü gözlə. Əlimizdən qaça bilməzsən. Canavar üçün nahara ləzzətli təam aparacağıq. Əvvəl sadəcə çəpiş idin. İndi isə qurbanlıq çəpiş oldun. Baxsan, ağlın çaşar. Bütün mallar qarışar. Hər yerdə, hər tərəfdə sürprizlər aləmində. Hər dərdin çarəsi, hər xəstəliyin dərmanı, hamıya o güc verir. Şirin, ləzzətli arı balı. Yatmazdan əvvəl moruqlu sən çay içsən, zökəmdən, anginadan qorunmuş olarsan, Ayının sözünə qulaq assan, xəstəlikdən uzaq olarsan. çiyələyin xeyirli olduğunu kitabdan oxumuşam. Çiyələk yemək lazımdır ki, vitaminimiz bol olsun. Micək harası yoxa çıxıb. Yarmarkamız qonaqları gözləyir. Yenilikləri hər kəs istəyir. Malların sayı hesabı yoxdur. Pulunuz varsa, problem də yoxdur. Yığışdır, yığışdır iyrənc caynaqlarını. Həyasızlıqda sənin tayın bərabərin yoxdur. Baxsan, ağlın çaşar. Bütün mallar qarışar. Hər yerdə, hər tərəfdə sürprizlər aləmində. Burada sahiblik eləmə, başına iş açarsan. Ağalıq gəl eləmə, dərdinə dərd qatarsan. Din, don, mən sizin ananızam. Mən sizin ananızam. Bu isə mənim evimdir. Din, don, ananızı qarşılayın. Ananızı qarşılayın.
Beşinizdə mən yarmarkada olmuşam. Qapının önündə durmuşam. Hədiyələrlə qayıtmışam. Qapını açın üzümə. Tez olun açın. Din, don, mən sizin ananızam. Mən sizin ananızam. Bu isə mənim evimdir. Bu yenə də odur. Onu hemen tanıdım. Rədd ol buradan. Mən səni izləyirəm. Sənin barəndə hər şey danışacağam. Rədd ol buradan. Rədd ol buradan. Rədd ol buradan. Git buradan yoksa payını verərik. Xanımlar və cənablar, hamını bura dəvət eləyirəm. Mən böyük sehirbazam. İnanın ki, bu belədir. Adım Superstardır. Xüsusi istedad sahibiyəm. Sizin fikirlərinizi oxuya bilərəm mən. Sizi təpədən dırnağa dək öyrənməyim üçün bir baxışım yetər. Yanıma tələsin. Mən böyük artistəm. Mahir parodiyaçıyam. Olduğum hər yerdə tanınıram mən. İti baxışımla mən qorxağı, axmağı, yalançını və riyakarı ifşa edərəm. Hamının qarşısında nöqsanları görünəndə axmaq biraz ağıllanar, qorxaqsa azca cəsarətli olar. Tutuquşu Superstardır. Yəni ən böyük ulduzdur. Tutuquşu Superstardır. Yəni ən böyük ulduzdur.
Vəssalam. Çəpişlər nəyimizə lazımdır? Onlarla nə edəcəyik? Özün anlamırsan? Yox. Mənsə deyəsən bilirəm. Hardansa oxumuşam. Onları yeyəcəklər, hə? Fu, necə də primitivdir. Biz onları tutacağıq. Hə? Torbaya salacağıq. Hə? Sonrası keçidən fidyə tələb eləyəcəyik. Hə? 1 milyon. Hə? İndi anladın? Yox. Biz onları tutacağıq. Hə? Torbaya salacağıq. Hə? Sonra keçidən fidyə tələb eləyəcəyik. Hə? 1 milyon. Hə? İndi anladın? Yox. Anladım. Bu yarmarka məni dəli eləyib. Səs-küy üçün ürəyim gedir. Hamının üzü işıq saçır. Hər şey bərq vurub fırlanır. Sanki nağıl özü bizə qonaq buyurub. Bu yarmarka mahnı tək gözəldir. Ona heyranıq biz, o özəldir. Burada hamı şənlənir. Cavanlar da, yaşlılar da eğlənir. Ayaqlar oynayır, ürək isə oxuyur. Baksan aklın çaşar, bütün mallar karışar. Her yerde, her tarafta, sürprizler aleminde. Bu yarmarka böyük bir eğlencedir. Hamımız üçün xoşbəxtlikdir, sevincdir. Heyif ki daim şənlənə bilmərik. Gecədən səhərə dək əylənə bilmərik. Din don. Mən sizin ananızam. Mən sizin ananızam. Ana, Busa mənim evimdir. Din don. Ananızı qarşılayın. Ananızı qarşılayın. Beşiniz də. Mən yarmırkada olmuşam. Qapının önündə durmuşam. Hədiyyələrlə qayıtmışam. Qapını açın. Qapını açın üzümə. Din din don don. Mən sizin ananızam. Mən sizin ananızam. Bu isə mənim evimdir. Anacan bilirsen. Nə olub uşaqlar? Mitya evdən qaçdı. Necə? Ola bilməz. Sözümə qulaq asmadı. Mən neyə bilərdim ki? Biz neyi bilərdik? Anacan! Ana! Hara tələsirsən dostum? Bunlar beni öldürecekler. Çok korkuram, çok. Ahırım çatım. Kılas olabilmərəm. Düz deyirsən. Ben utanırım, çok utanırım. Axı niye bu kadar ters olmuşam? Çünki keçisən. Anamın sözüne kulak asmırdım. Niyə qulaq asmırdın? Təliyə düşdün. Yaxşı budur dayan. Onsuz da işin bitib. Yarpaq tək əs, əlimizdən qaça bilməzsən. Tut onu, Tut onu. tut onu. Oy! Bunlar beni öldürecekler. Axırın çatıb. Xilas ola bilməzsən. Utanırım. Mən də utanıram, amma nə eləmiyorlar? Axı niye ters deyilirdim? Niyə? Anamın sözüne bakmırdım. Anasının sözünə baxmırdı. Təliyə düşdün. Yaxşısı budur dayan. Onsuz da işin bitib. Ana! Yarpaq tək əs, əlimizdən qaça bilməzsən. Tut onu, tut onu. İndiki cavanlar, çox şey istəyirlər. Neyin varsa hamısını onlara verirsən. Bu da nəticə. Ev qayğılarından xəbərləri yoxdur.
Mən gecə və gündüz dayanmadan çalışıram. Hə, sən gecə və gündüz dəli olursan. Özünə köyün eləyib, sonra da ağlayırsan. Bəs mənim qızım hanı? Bəs mənim qızım hanı? Hardadır? Bəs mənim qızım hanı? Mən hər zaman, uşaqlarımdan razı olmuşam. Hamısı, sizə baxan və mehribandılar. İndiki cavanlar, çox şey istəyirlər. Nəyin varsa hamısını onlara verirsən. Bu da nəticə. İndiki cavanlar, çox şey istəyirlər. Nəyin varsa hamısını onlara verirsən. Bu da nəticə. Ev qayğılarından, xəbərləri yoxdur. Mən gecə və gündüz, dayanmadan çalışıram. Mən kimi görürəm? Bu nə şərəfdir? Xəbərin olsun ki, qisasım sərtdir. Pardon, madam. Nə haqda danışırsınız? Uşağımı qaytar. Yoxsa qalarsan başsız. Səni xəbərdar elədim. Yenə mənə şər atırlar. Bütün bunlar ağ yalandır. Boş söhbətdir. Məni aldatmadığına əmin olmaq istəyirəm. Siz məni təhqir etdiniz. Bura Paris deyil. Zavallı. Tamam gücdən düşmüsünüz. Axı sən çəpişlərimi tutacağınla hədəliyirdin. İlahi buna dözə bilmirəm. Hədəliyirdim. Canavar haqqında nağıllar çox iyrəncdir. Şairlərə inanma keçi. Sənin çəpişlərini çox istəyirəm. İnan mənə, bu həqiqətdir. Səninlə gizlən paç oynayaq. Qapının arxasına keç. İndi səninlə hesablaşdıq. Rədd olun. Din, don, mən sizin ananızam. Mən sizin ananızam. Bu isə mənim evimdir. Din, don, ananızı qarşılayın. Ananızı qarşılayın. Beşiniz də. Keçinin səsi zərifdir. Mənimki isə əlbəttə ki kobud. Onun kimi oxumaq üçün səbirli olmaq lazımdır. Niyə düşmənçiliklə qəzəb? İndiyədək yer üzündə yaşayır. Niyə elə eləməyək ki? Uşaqlarımızın onlardan xəbəri olmasın. Gündüz zülmət gecədən güclüdür. Buludlar günəşin qabağını almayıb. Bəs niyə canavar qanunları hələ də bu dünyaya hakimdir? Xeyirlə şər, şaxtayla isti mübahisə aparır. Təəssüf ki, indiyədək bu mübahisə bitməyib. Bu əzab-əziyyətə son qoymağa kimin qüdrəti çatar? Din, don, mən sizin ananızam. Mən sizin ananızam. Busa mənim evimdir. Din, don, ananızı qarşılayın. Ananızı qarşılayın. Beşiniz də.
Mən yarmarkada olmuşam. Qapının önündə durmuşam. Hədiyələrlə qayıtmışam. Qapını açın, qapını açın. Qapını açın üzümə. Açın. Sakit. Din, don. Mən sizin ananızam. Mən sizin ananızam. Busa mənim evimdir. Yox, bu anamın səsi deyil. Bu anamız deyil, bu anamız deyil. Anacan, oradasan. Kömək elə mənə. Köşkü anam məni bağışlayaydı. Ana! Bizim zavallı qardaşımız hardadır? Anam yəqin ağlayır. Tamam əldən düşüb. Yağışın altında qalıb üşüyüb. O hara yox olub? Gözləməkdən yorulduq. Ah, yazıq anamız. Nadinc qardaşımız. Ona yaxşı dərs oldu. İndi bilər. Ana, anamın əlləri nəvazişlə sığal çəkər və mən isinərəm. Ana, anamın ürəyi sevgi saçar və ətraf işıqlanar. Hamı bilir, əgər bir hadisə baş versə, evə gözlənilmədən fəlakət gəlsə, ana ən yaxın, etibarlı dostdur. O hər zaman yanımızda olacaq. Ana, o həyat bəxş eləyib, dünya bəxş eləyib mənə və sənə. Qışın qar dənələrini kənddə böyük sevinclə qarşılayır hər kəs. Qış hər evin qapısını döyür, çayı buzla örtür. Hər tərəf ağ örpəyə bürünür. Qışda meşə sükuta dalır. Çöllər, çəmənlər isti yorğan altında yatır. Qış hər kəsi sevindirir. Kəndin küçələri ilə bəyaz qış yeriyir. Din, don, mən sizin ananızam. Mən sizin ananızam. Bu isə mənim evimdir. Mahnını səhvsiz oxudum. Az qala göz yaşı tökəcəkdim. Din, don, ananızı qarşılayın.
ananızı qarşılayın. Beşinizdə. Mən yarmarkada olmuşam. Qapının önündə durmuşam. Hədiyələrlə qayıtmışam. Qapını açın, qapını açın, qapını açın üzümə. Din, don, səsim zərifdir, səsim nazikdir, sim kimi incədir. Anacan! Din, don, mən sizin ananızam. Mən sizin ananızam. Bu isə mənim evimdir. Din, don, ananızı qarşılayın. Ananızı qarşılayın. Beşinizdə. Mən yarmarkada olmuşam. Qapının önündə durmuşam. Hədiyələrlə qayıtmışam. Qapını açın, qapını açın, qapını açın üzümə. Din, don, mən sizin ananızam. Mən sizin ananızam. Bu isə mənim evimdir. Açmayın. Açmayın, bu canavardı. Açmayın. Açmayın. Ana! Bu Mitey'in sesidir. Anacan, ana! Anacan! Anacan. Axşamın xeyir qonşu. Anacan. Qızım, Canavar hamına apardı. Mitey'i de. əzizim, Çəpişlərlə dolu torbanı pulla dolu torbaya dəyişirəm. Sabah 17:00-da saatın altında gözləyirəm. Sənin boz canavarın. Yaxın gəl görüm. İtilin buradan. Gedin, gedin. Sakit, sakit. Sakit. Gizlənin.
Maşa xalanın burada nə işi var? Qaç, canını qurtar canavar. Hiss eləyirəm qısasanı yaxınlaşır. Canıma qorxu düşüb, ayaqlarım dolaşır. Nahaq yerə canavara kömək elədik. Cinayət yoldaşına çevrildik. Hamı bura axışır. Düşmüşük işə. Əcəb qəribədir. Baxın gərdişə. Au, ava. Tufan yaxınlaşır. Au, ava. Görən keçinin fikri nədir? Au. Oy oy oy. Tufan yaxınlaşır. Au, ava. Görəsən keçinin fikri nədir? Vay vay vay.
Buyurun. Vaxt bitdi. Nədən danışdığını anlamıram. Mən gözləyirəm. Nəyi? Pulu, pulu. Pul, 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 pul. Səbirli ol dostum. Çəpişlər sənin üçün əziz deyillər? Pul, pul, pul. Nə oldu, nə oldu? Pulumu ver. Pul. Pul, pul, pul. Səbirli ol. Pul, pul, pul. Hə, Tut. pul. Mən boğuluram. Canavara baxanda gülməyim gəlir. Özünü itirib kömək istəyir. Niyə susmusan, əmican? Yoxsa ağzına su almısan? Yalan danışmağa alışmısan. Canavar cinsinə yaxşı bələdəm mən. Bir andaca iç üzünü hamıya göstərəcəm mən. Nə vaxtsa yaman bərk gedirdin. Mən öhdəndən gələrəm. Cavab ver mənə. Çəpişlərimi neynəmisən? Bilmirəm. Çok güzel plan düşünmüştün. Ama baş tutmadı. Tələyə özün düşdün. Cevap ver. Çəpişlər hardadır? Onsuz da tapacam onları. Boğuluram. Sən suyun dibinə gedəcəksən. Yox, istəmirəm. Anacan. Hər üçümüz sizdən üzr istəyirik. Söz veririk ki, avaraçılıqdan əl çəkəcəyik. Canavar üçün bu dərs oldu. Keçinin qısası amansız oldu. Torbanın ağzını açın. Çəpişlərinizi qutarın. Anacan. Balalarım, mənim balalarım, əzizlərim, mənim əziz körpələrim. Bağışlayın Maşa xala. Daha belə eləməyəcəm. Ana, ən ilk sözdür. Ən əsas sözdür. Hər talədə. Ana, həyat bəxş eləyib. Dünya bəxş eləyib. Mənə və sənə. Bəzən yuxusuz gecələrin birində ana sakitcə ağlayır. Qızının, oğlunun halına yanır. Amma səhərə yaxın ana yuxuya dalır. Ana, ən ilk sözdür. Ən əsas sözdür. Hər talədə. Ana, həyat bəxş eləyib. Dünya bəxş eləyib. Mənə və sənə. Ana, torpağı və günəşi, həyatı bağışlayıb mənə və sənə. Hamı bilir, əgər bir hadisə baş versə, evə gözlənilmədən fəlakət gəlsə, ana ən yaxın, etibarlı dostdur. O hər zaman yanımızda olacaq.
Ana. En ilk sözdür. En esas sözdür. Her talede. Ana, hayat bəxş eləyib, dünya bəxş eləyib mənə və sənə. Ana. Torpağı və günəşi, həyatı bağışlayıb mənə və sənə. Belə olur. Sən böyüyüb quş tək yuvadan uçub gedəcəksən. Kim olursan ol. Amma bil ki, ana üçün əvvəlki tək şirin körpəsən sən. Əvvəlki kimi körpə. Ana, en ilk sözdür. En esas sözdür. Her talede. Ana, hayat bəxş eləyib, dünya bəxş eləyib mənə və sənə.